Bugün Bakıdan neft məhsullarının növbəti partiyası Ermənistana yola salındı. Sadəcə ikinci dəfə Azərbaycandan Ermənistana tədarük olunan məhsulların həcmi ümumilikdə 3918 tondur. Növbəti dəfə 48 vaqon neft məhsulu Biləcəri böyük kəsik marşrutu ilə Ermənistana yola salındı. Bu iki tərəfli ticarətin və əlaqələrin canlanmasının bir hissəsi kimi davam edən prosesdir. Daşınan yüklərə bu partiyada 1742 ton 95 markalı benzin və 956 ton dizel yanacağı daxildir. Üç Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. İki ölkə arasında razılaşma əsasən Bakıdan növbəti dəfə neftlə dolu vaqonlar Ermənistana yola salınır. Bu dəfə 48 vaqon olmaqla ümumilikdə 2698 ton müxtəlif növ neft məhsulları Ermənistana göndərilir. Onu da bildirək ki, bu enerji tədarükü kommersiya məqsədlidir və Azərbaycan Ermənistana bu neft məhsullarını beynəlxalq bazar qiymətləri ilə satır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın Ermənistana neft tədarükü iki ölkə arasında sülh gündəliyinin bir hissəsi də adlandırmaq olar. Daşınması nəzərdə tutulan neft məhsullarının 1000 ton 92 markalı benzin, 1000 ton dizel yanacağı və 1800 ton 95 markalı benzin daxildir. Bundan əvvəl dekabrın 18-də Ermənistana 22 vaqon olmaqla 1220 ton 95 markalı avtomobil yanacağı göndərilib. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. Azərbaycan dəmir yollarından verilən məlumata görə neft məhsullarının tədarükü davam etdiriləcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.